Salam. Bu gün mövzumuz olacaqdır 8-ci sinif 2-ci hissədən 7.1-ə aid öyrəndiklərinizi tətbiq edin. Bax, fikir verin, burada təsvir verilibdir, soruşulur sistematik vahidləri, ümumi xüsusiyyətləri birləşdirən kateqoriyalardan başlayaraq ən kiçik sistematik vahidə qədər ardıcıllıqla düzün. Bildiyiniz kimi, ən böyük vahid ümumi xüsusiyyətlərə malik olan aləmdir. Aləmin xüsusiyyətləri çox olduğuna görə bir aləmə daxil olan bütün heyvanların xüsusiyyətləri ora daxil olduğuna görə ən ümumi xüsusiyyət burada 7 rəqəmi ilə göstərilibdir. Ən kiçik isə vahid 1 ilə göstərilən, ən kiçik sistematik kateqoriya isə növ hesab olunur. İndi bizdən soruşulur ki, ən böyükdən, yəni ümumi xüsusiyyətləri birləşdirən kateqoriyadan başlayaraq ən kiçik sistematik vahidə qədər ardıcıllıqla düzün. Bax, burada verilənləri biz ardıcıllıqla düzəcəyik. Ona görə sadə olmaq üçün mən sistematik kateqoriyaları, bax, aləm, şöbə, sinif, sıra, fəsilə, cins, növ şəklə uyğun olaraq təsvirini vermişəm. Burada fikir verin, deməli, 7-də olacaqdır aləm. Aləm fikir verin, burada göstərilibdir. Deməli, baxaq görək, bitkilər aləmi B hərfi ilə işarə olunubdur. Ona görə, bax, aləm 7-ci nömrədə B hərfi ilə işarə olunan bitkilər aləmi yazılmalıdır. Sonra şöbəyə gəlincən, şöbə bildiyiniz kimi, deməli, aləm şöbələrə, bitkilər aləmi şöbələrə ayrılır. Şöbələrə gəlincən, baxırıq, şöbə C hərfi ilə işarə olunan olacaqdır çəhli bitkilər şöbəsi. Bax, 7-ci rəqəmi ilə ifadə olunubdur, amma o 6-da işarə olunacaqdır. Bax, burada C hərfi ilə işarə olunan, yəni 6-cıda olmalıdır çəhli bitkilər şöbəsi. 5-cidə olmalıdır sinifdə. Baxırıq görək, burada sinif birləpəllər sinifi. Birləpəllər sinifi 5-ci yerdədir. F ilə işarə olunubdur. Bax, birləpəllər sinifi. Sonra sıra Y ilə işarə olunubdur. Qırtı çiçəkçilər sırası Y hərfi ilə işarə edilibdir. Sonra fəsiləyə gəlincən, fəsilə gördüyünüz kimi 3-cü yerdədir. Başdan bu deməli fəsilə ilə qırtı çiçəklər fəsiləsi kimi qeyd olunmalıdır. C hərfi ilə işarə olunubdur. Sonra 2-ci yerdə bildiyiniz kimi cins gəlir. Yəni, oxşar növlər cinslərdə birləşir. Cins isə olacaqdır, bax, A hərfi ilə işarə olunubdur. Çovdar cinsi 2-ci yerdə yazılmalıdır. Bax, burada yəni yazılmalıdır. Birinci, ən yuxarıda, piramidanın yuxarısında isə növ sayı, yəni fərd sayı ən az olan əkin çovdarının adı qeyd olunmalıdır növ olaraq. D hərfi ilə işarə olunubdur. Ona görə də, bax, bu gördüyünüz kimi növ deyilirsə, ən başda növ olacaqdır əkin çovdarı. Ən böyük kateqoriya isə aləm hesab olunacaqdır. Bax, bu təsvirdə piramidanın aşağı hissəsində göstərilibdir. Müzakirə edin. Heyvanların və bitkilərin müvafiq sistematik kateqoriyalarına daxil edərkən hansı nömrələrin yanında müxtəlif adlar olacaq? Bunu belə qeyd edə bilərik ki, istər bitki aləminə aid olsun, istər də heyvanlar aləminə aid olsun, müxtəlif növlə adlandırılan sistematik kateqoriya növ olacaqdır. Bildiyiniz kimi, növ 2 adla, yəni binomar nomenklaturu ilə adlandırılır. Bax, burada da əgər fikir versəz, birinci, deməli, piramidanın ən yuxarı zirvəsində növün adı qeyd olunubdur. Növün adı isə əkin çovdarı. Bax, 2 adla adlandırılıbdır. Bax, burada altından xətt çəkirəm. Əkin çovdarı. Çovdar
cinsin adı, əkin isə növün adıdır. Latın dilində deyəndə isə bunu əksinə, birinci cinsin, sonra isə növün adı qeyd olunur. Ona görə də əgər o yazılara baxsaq, cinsdir, aləmdir, fəsilədir, sıradır, sinifdir, şöbədir, bu sistematik kateqoriyaların adları hesab olunurlar. İkinci baxırıq nə üçün? Növ ən çox fərdi əlamətləri birləşdirən sistematik kateqoriya kimi qeyd edilir. Biz dedik ki, ümumi əlamətlər ən çox olan aləm hesab olunur. Çünki o müxtəlif canlıları özündə qruplaşdırır. Ən fərdi əlamətə malik olan isə bax bu birlə ifadə olunan növdür. Növ ona görə fərdi xüsusiyyətlərə malikdir ki, növlər özlərinə məxsus quruluş, funksiya, oxşarlığına malikdirlər, irsi oxşarlığa malikdirlər, sərbəst çarpazlaşırlar, döllü nəsil verirlər, müəyyən ərazini tuturlar və yaxud müəyyən ərazidə və yaxud müəyyən həyat şəraitində yaşamış olurlar. Ona görə də ən deməli kateqoriya vahidi kimi fərdi xüsusiyyət daşıyan növ sistematik kateqoriyası olacaqdır. Baxırıq, öyrəndiklərinizi yoxlayın. İstənilən iki aləmin fərqli və oxşar cəhətlərini müəyyən edin. Deyir ki, iki aləmi fərqli və oxşar cəhətini müəyyən edin. Misal üçün, biz artıq bilirik ki, 5 aləm var. Məsələn, götürə bilərik bakteriyalar aləmi və yaxud da götürə bilərik burada protistalar aləminin nümayəndələrini. Yəni, bakteriyalar aləminin nümayəndələri bildiyiniz kimi, istərsə də protistaların nümayəndələri bir hüceyrəli orqanizmlərdir burada. Amma onu da qeyd eləyək ki, hüceyrənin təbiətinə görə bakteriyalar nüvəyə malik deyirlər, onların formalaşmış nüvəsi yoxdur. Nüvə olmadığına görə onlarda membran quruluşlu orqanoidlər də olmur. Amma protistalar onlardan fərqli olaraq eukaryotlara aiddir. Yəni, onların nüvələri mövcuddur və nüvələri olduğuna görə onlar həm də membran quruluşlu orqanoidlərə malikdir. Ona görə də protistalar mitoz yolundan bölünmə qabiliyyətinə malik ola bilirlər. Bakteriyalarda isə bildiyiniz kimi bu sadə yolla 20-30 dəqiqədən bir iki yerə bölünməklə həyata keçirilir. Yəni, ona görə də bunlar haqqında oxşar və fərqli cəhətlərin oxşar qeyd elədik ki, hər ikisi istərsə protistalar olsun, istərsə də bakteriyalar olsun, bir hüceyrəli orqanizm hesab olunurlar. Amma fərqli xüsusiyyətlərinə gəlincə, biri prokaryotlara, biri isə eukaryotlara aiddir. İkinci soruşulur, canlı orqanizminin qruplara bölünməsinin iki səbəbini göstərin, fikrinizi əsaslandırın. Biz dedik ki, canlı orqanizmlərin qruplaşdırarkən onların hüceyrələrinin təbiətini, qidalanmalarını və yaxud orqanizm təşkili əsas götürülə bilər. Burada ikisi soruşulur, misal üçün qidalanma xüsusiyyətlərinə görə qruplaşdırma deyəndə biz canlıların avtotrof yolla və yaxud heterotrof yolla qidalana bilməsi haqqında fikirləri qeyd eləyə bilərik. Bildiyiniz kimi, avtotrof orqanizmlər günəş enerjisindən istifadə etməklə əsasən qeyri-üzv maddələrdən üzv maddə hazırlamış olur. Amma heterotrof orqanizmlərdə bu xüsusiyyəti olmadığına görə onlar hazır şəkildə üzv maddələri mənimsənilmiş olurlar ətraf mühitdən. Baxırıq, üçüncü soruşulur, təsnifat sistemləri dəyişə bilərmi? Nə üçün? Mən bu yuxarıda da qeyd elədim, təsnifat sisteminin göstəriciləri. Növlər cinslərdə birləşir, cinslər fəsilələrdə, fəsilələr sırada, onlar sinifdə, şöbədə və nəhayət aləmdə birləşirlər. Bunu heyvanlar aləmi üçün qeyd eləsək, onda yenə deyəcək növlər cinslərdə, cinslər fəsilələrdə, amma heyvanlar aləmində sıra olmadığına görə dəstə ilə ifadə olunur, sinif yenə olduğu kimi qalır. Şöbənin yerinə isə heyvanlar aləmində tip sistematik kateqoriyasından istifadə olunur. O isə öz növbəsində aləmdə birləşdirilmiş olur. Onda belə qənaətə gəlirik ki, sistematik vahidləri biz dəyişə bilmərik, çünki bunlar etalon olaraq qəbul olunmuşdur. Bu qədər, sağ olun.